Siz o QR kodu skan etməklə 010-230-40-40 nömrəli qaynar xəttimizə də birbaşa zəng vura bilərsiniz. Bəli, bu o deməkdir ki, xəbərimiz var verilişi sizə daha da yaxın olur. Problemlərinizi və şikayətlərinizi, həmçinin təkliflərinizi də bildirmək üçün bir qədər işinizi asanlaşdırır, hörmətli tamaşaçılar. Odur ki, bizim bu imkanlardan siz də yararlanın ki, bizə bu istiqamətdə kömək edin. Biz də sizə bu sujetləri, bu xəbərləri çatdıraq. Bəli, indi isə keçək daha vacib məsələyə, hansı ki, ay ərzində və yaxud da ayın sonunda ən çox gözümüz kartımızda və yaxud da qulağımız səsdə olur ki, maaşımız nə vaxt oturacaq. Maliyyə xidmətindən gələn o xəbəri işitmək üçün. Əmək haqqıdan danışacağıq, hörmətli tamaşaçılar. Əmək haqqı bizim aylıq həyat tempimizi müəyyən edən doğrudan da əsas amillərdəndir. Bəs bir maaşı 30 gün boyunca çatdırmağa çalışmaq, xüsusən də indiki iqtisadi çətinliklər dövründə nə dərəcədə mümkündür? Əmək Məcəlləsinə edilən dəyişikliklə maaşımızı artıq ay sonuna qədər gözləmək məcburiyyəti aradan qalxa bilər. Necə? Gəlin süjetdən biləcəyik. Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdən sonra əmək haqqı bir ayda 2 dəfə verilə bilər. Bu, tərəflərin qarşılıqlı razılığı əsasında mümkün olacaq. Əmək haqqı 2 hissəyə bölünərək, avans və qalan hissəsi 16 gündən çox olmayan vaxt ərzində ödəniləcək. Bu yanaşmanın əmək münasibətlərində daha çevik mexanizmin formalaşdırılmasına xidmət edəcəyi və işçilərin maliyyə imkanlarının ay ərzində daha balanslı təmin olunmasına şərait yaradacağı hesab edilir. Daha da yaxşı olar, köməkli məqsədindən bir var ki, gözlü bir ayı 30 gün gözləyəsən, ya 31 gün gözləyəsən, ya da ayda 15 gündən bir maaşı alasın, daha məntiqlidir. Əmək haqqını 2 dəfə umumda verərlər ki, 1500 alır, 1000 manat alır, 501 alsan, 501 alsan, 500 manata böl. Bəzi insanlar var ki, bir ayı əmək haqqları az olur və onu növbəti ayı gözləyirlər sonunu. 2 dəfə verilmələr məncə onlara xeyir olar. Millət vəkili Vüqar Bayramov deyir ki, əmək haqqı sisteminin dəyişdirilməsi uğurlu hesab edilə bilər. Artıq bu təcrübə dünyanın bir çox ölkələrində özünü doğruldub. İndiyə qədər əmək haqqının hesablanması qaydası, o cümlədən vergi hesabatlılığı ayda bir dəfə həyata keçirilirdisə, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə isə bu hesabatların ay ərzində 2 dəfə gerçəkləşdiriləcəyi təsbit olunub. Əmək haqqının ayda 2 dəfə verilməsi bir tərəfdən işçilərin xüsusən də ailə büdcəsinin planlaşdırması və öz gəlirlərinə uyğun olaraq müddətli şəkildə planlaşdırma aparması baxımından vacibdir. Bu, təbii ki, bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunur. Əmək haqqının ayda 2 dəfə verilməsi eyni zamanda təbii ki, proqram təminatının yeniləşdirilməsini tələb edir. Bu halda vergilərin ödənilməsi, hesablanması və eyni zamanda hesabatın təqdim edilməsi formalarda yeni proqram təminatını uyğunlaşdırır. Mütəxəssislər də hesab edirlər ki, vergilərin hesablanması və təqdim olunması üçün proqram təminatının təkmilləşdirilməsinə ehtiyac var. Təbii ki, bu da ailənin öz xərclərinin planlaşdırılması və onların sosial aspekti üçün önəmlidir. Nəticədə əmək haqqının daha səmərəli istifadə olunmasına və ailə büdcəsində xərclərin planlaşdırılmasına gətirib çıxara bilər. Lakin işə götürənlərin əlavə hesabat prosesləri artacaq. Bunun işçilərə müsbət tərəfləri olsa da, işə götürənlərə müəyyən mənada mənfi tərəfləri vardır və onların başında bir prosedur olaraq daha çox əmək tələb edir. Çünki bunun hesablanması, pulun köçürülməsi, ayrı-ayrı texniki prosedurların həyata keçirilməsi, işçinin məzuniyyətdə olması, bültəndə olması və yaxud da digər ödənişli və yaxud da ödənişsiz formada işdən kənar qalması nəticə etibarilə bir çox əlavə prosedurlar yaradır. İqtisadçı onu da qeyd etdi ki, bu təcrübənin yaxın gələcəkdə bütün sahələri əhatə edəcəyi o qədər də inandırıcı deyil. Bunun əsas səbəblərindən biri prosesə keçidin könüllü əsaslarla qarşılıqlı razılaşma yolu ilə olmasıdır. Səhv eləmirəmsə, bəzi dövlət qurumlarında hələ bu sistem var. Yəni, tam olmasa da ştat üzrə, yəni o əməkdaşların razılığı əsasında ayda 2 dəfə daha doğrusu maaş alan əməkdaşlar var həmin dövlət qurumlarında. Bəzən də bu elə avansın bir qədər rəsmiləşdirilməsinə də bənzəyir. Belə də ola bilər. Bütün hallarda sosial yönümlü, yəni müsbət təşəbbüs kimi görsənir. Məncə qalsın elə ayda bir dəfə verilsə daha yaxşı olur. Süjetdə də elə qeyd olundu ki, yəni düzgün idarə olunması üçün pulun məncə daha vacibdir. Daha çox aşağı
gəlirli, büdcəli ailələr üçün bir qədər mənəvi rahatlıq yarada biləcək prosesdir, mən düşünürəm ki. Çünki ayın sonunda 15-dən sonra ala biləcəyin məbləğ istər-istəməz insanda rahatlıq yarada bilər. Yəni, düşünürəm ki, bu ancaq razılaşma yolu ilə bəlkə də olacaq. Bilirsiniz, onda bütün sistemlər də üçün, baxın, hər birimizin bu dəqiqə krediti və s. bu kimi qayğıları var. Biz aldığımız aylıq məvacibin demək olar ki, nə bilim, bəlkə də bir 50-60% o kreditə gedirsə, deyək ki, o ödənişlər də sadəcə ona görə tənzimlənməlidir və bunun üçün tutaq ki, siz bir neçə illik kredit götürmüsünüz və yaxud ipotek kreditiniz varsa, burada ödənişlər məsələsi, bəli, orada müqavilələr də dəyişməlidir. Çünki sən aylıq ödənişi bunu ödəməyə imkan verir, o ayrı məsələ. Ancaq gəl razılaşaq ki, ayın filan vaxtı, ayın 3-ü, 1-i, 4-ü, 2-si, sən bu pulu qoymalısan yerinə. Avans alanda, siz dediyiniz kimi 2 dəfə alanda o ödənişdə, o kreditdə gecikmələr ola bilər. İstənilən halda bu sənəd məsələlərində hüquqi mexanizminin yenidən dəyişməsinə. Bəli, hesabat problemləri, yəni proseslərini daha da çətinləşdirə bilər. Kərgüzarlıq məsələlərini bir qədər genişləndirəcək, odur ki, bu məsələlərə də həm də elə ekspertimizin də qeyd elədiyi kimi, həqiqətən də elə bu məsələdə bir qədər yəni bu hesabat prosesləri də uzayacaq və həm də məzuniyyətə çıxan insanlar üçün də çətin olacaq yarı-bayarı almaq. Yəqin ki, müəyyən mexanizmlər olacaq. Könüllü şəkildə yəqin ki, düşünürəm ki, bu ola bilər. Yəni, əgər bu praktika bəyəniləndi və sınaqdan keçirilmiş bir şeydirsə, yəni deyirəm, bəzi dövlət qurumlarında hətta bu proses var və bu icra olunur hazırda bəzi əməkdaşlar üzərindən. Ona görə də yəni, bu könüllü şəkildə daha çox könüllü olarsa, yəqin ki, böyük şirkətlər bu işə başlayacaq. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Bir neçə gün öncə Bakıda 14 yaşlı bir qızın ana olması faktı, bəli, hər kəsi gündəmi silkələdi. Demək olar ki, bu xəbər təkcə hadisə deyil, cəmiyyətin açıq şəkildə görünməyən, amma illərdir səssiz şəkildə böyüyən çatlarına bənzəyir sanki. Dünyaya gələn körpə əslində bir yeniyetmənin çiyinlərinə qoyulan uşaq yükü sayılır. Məsələdə açıq qalan məqamlar kifayət qədərdir. Artıq bu məsələ Daxili İşlər Nazirliyindən tutmuş komitələrə, təbibə qədər bütün qurumları hərəkətə gətirdi. Hər şey araşdırmalardan sonra bəlli olacaq təbii ki, bu tip hadisələrin qarşısını necə alaq bəs? Suallar çoxdur həqiqətən. Aygün Şirinova daha ətraflı araşdırıb gəlmiş.